Deməli uşaqlar hansı hərfin yazılışını öyrənirik? Gəlin görək bizim nağıl qəhrəmanımız Cırtdan vaxtilə bu hərfi öyrənərkən ilk dəfə necə yazmışdı? Yazaq. Cırtdan aha, yazdı Cırtdan. Düz yazdı uşaqlar. Nədə səhv elədi? Hərfdən çıxdı. Kim gəlib üzərdə? Hüseyin gəl düzəltdir. Yox, Hüseyin o. Gəl Hüseyin. Buyur. Onu sil. Silgi aşağıdadır. Bax, sil. Aha. Düzelt. Qaldır baxın. Ay sağ ol, aferin. Deməli, Cırtdan nə etmişdi? Xətdən çıxmışdı. İndi isə bizim üçün Tıq-tıq xanım yazacaq. Görək Tıq-tıq xanım necə yazacaq? Deməli, Tıq-tıq xanıma bu hərfi öyrədərkən belə yazmışdı uşaqlar. Kiçik E hərfini yazarkən düz yazdı. Necə yaz? Nədə səhv etdi? Başqa nədə səhv etdi? Bəli, düzgün istiqamətə əymədi. Kim gəlib üzərdə? Hüseyin görürüz. Bugün Hüseyinlərin günüdür. Əlindən sil. Hə, sil. Aha. Aha, hara gətir. Aferin. Düz elədi Hüseyin. Hüseyin burasını biraz geniş götürmək lazımdır. Yaxşı.